Sabahınız xeyirli olsun Elnarə. Bəli, çox düzgün vurğuladınız. Bu həyat hər birimizin, bugün hər birimizin həyatında qeyd olunub. Çünki ümumiyyətlə həyatımız başlanğıc və sonlardan ibarətdir. İlk tədris ili və təlaşlı davam edən 11 il, onun ardınca səslənən son zəng hər birimizin ömür kitabında qeyd olunub və bugün bu kitabın vərəqini ötürənlərin günüdür. Bugün ölkə ərazisində son zəng çalınır və biz hazırda paytaxt ərazisində 211 nömrəli tam orta məktəbdəyik və burada son zənglə bağlı keçirilən tədbirə şahidlik edirik. Qeyd edim ki, tədbir məhz dövlət himnimizin səsləndirilməsi və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı və hazırda da tədbir davam etdirilir. Amma mənim hazırda yanımda məktəbin deməli ibtidai sinif müəllimi var və eyni zamanda valideynlər var. Onların fikirlərini alacağım. Onların da fikirləri çox maraqlıdır. Elə hər ikisinin arasına keçim. Buyurun, öncə sizi eşidək. Çünki bugün son zəngi çalınanların həyatında sizin bir müəllim kimi çox önəmli rolunuz var və buyurun sizi eşidək. Hər birinizi salamlayıram, təşəkkür edirəm öncəliklə, məktəbimizə xoş gəlmisiniz. Mən də ilk 11-ci sinifimi məzun edirəm, bunun qürurunu və fərəhini yaşayıram. Mən də hər bir övladı, şagirdi, məktəbi bitirən hər bir şagirdi və övladı, məzun olan bütün valideynləri və həmçinin müəllimləri təbrik edirəm. Arzu edirəm ki, bu çalınan son zəng onların həyatında xoş bir başlanğıclara səbəb olsun. Hər birinə uğurlar arzulayıram, yolları açıq olsun inşallah. Təşəkkür edirəm. Bəli, sizin üçün də həyəcanlı gündür. Çünki ilk 11'lərinizi yola salırsınız. Uğurlar diləyirik sizə. Və yanımda valideyn var. Nazənin Hüseynova. Nazənin xanım, Məhərrəmova, üzürlü sayın. Nazənin xanım, siz kimin üçün gəlmişsiniz? Buyurun. Qız övladım üçün gəlmişəm. Xəlilova Zəhra üçün gəlmişəm. Çox həyəcanlıyıq, çox qürurluyuq. Bu 11 ildə keşməkeşli yollarla keçə-keçə bütün məktəb rəhbərliyinə, sinif rəhbərimizə Gülnar xanıma çox sağ ol deyirəm. Bizi bu 11 ildə dəstəklədilər, övladlarımızı, əziyyətini çəkdilər. Çox çətin bir dövrdə biz uşaqlarımızı məzun edirik. Amma o qədər qürurluyuq ki, bu necə deyim, hisslərimi mən sizə çatdıra bilmirəm də. Bütün məzunlara uğurlar arzulayıram. Bütün universitetə daxil olan uşaqlara da gələcəkdə uğurlar arzulayıram. Nazənin xanım, biz həmyaşıdıq və bir şeyi qeyd etmək istəyirəm ki, biz nisbətən çətin dövrləri keçdik, amma bizdən fərqli olaraq bizim övladlarımız tam və müstəqil Azərbaycanın yeniyetmələridir və bugün sizin övladınız da məhz bu kateqoriyadan olan uşaqlar sırasındadır. Yəni bunun xoşbəxtliyi xüsusilədir məncə. Əlbəttə, onlar da bunun məsuliyyətini hiss elədilər. Daha onlar öz ayaqları üstündə durmağı bacardılar. Çətinlikdə də, necə deyim, asant yollarda da keçməyi bacardılar. Müəllimləri də onlara çox böyük dəstək oldu. 4 il Minaya xanım, 6 il Gülnar müəllimə onlara çox böyük dəstək oldular. Onlar bu yolları uğurla keçdilər. Mən deyərəm ki, çox uşaqları çox böyük nailiyyətlərə əl atdılar, qazandılar, nailiyyətlər qazandılar. O qədər qürurluyuq ki, biz nə bilim, sevincimizi mən çatdıra bilmirəm. Təbrik edirəm mən sizi bir daha. Bəli, qeyd edim ki, biz hazırda paytaxt ərazisində 211 nömrəli tam orta məktəbdəyik və bir statistik məlumatı da nəzərinizə çatdırım ki, paytaxt üzrə ümumi təhsil müəssisələrinin 11-ci siniflərini 37.222 nəfər şagird bitirir. 2025-2026-cı tədris ilində Bakı şəhər təhsil idarəsinin tabeliyində 371 ümumi təhsil müəssisəsində 530.988 şagirdin təlim tərbiyəsi ilə 32.052 müəllim məşğul olub. Paytaxtın ümumi təhsil müəssisələrinin 1-ci siniflərini 41.941, 9-cu siniflərini 50.219 nəfər bitirib. Paytaxt üzrə məktəbə hazırlıq qruplarını 21.384 uşaq başa vurub və bəli, bugün 11'lər üçün xüsusi gündür. Bugün onlar üçün son zəng çalınır və onlara çatdıracaqlarım bu qədər. Buyurun, sözü sizə ötürürəm.